Salam, dəyər nəşrlərinin 20 aprel tarixində keçirilmiş olduğu sınaq imtahanından 9-cu siniflərin ingilis dili suallarına baxaq. Kanala abunə olmamısınızsa, abunə olmağı da unutmayın. Listening suallarını birazdan deyəcəm. Biz 5-ci sualdan başlayaq. 5-ci sualda deməli, doğru cavab olacaqdır D variantı, digərləri niyə olmaz? But, not only but also, either or, neither nor, bunlar hamısı olduğu zaman cümlədə ikinci mübtəda hansıdırsa xəbər ona görə olur. Yəni burada teacher olduğu zaman biz bura was qoyardıq. Əgər A, B, C olsaydı. Ona görə hər birini atırıq. Was or ifadəsi yanlışdır. Cavab was and olur. Çünki cəmliyi bildirir. 6-cı sualda bizdən düzgün cavabları istəyir. Deməli, 2-yə baxırıq ki, dalğaların səsi təkdədir deyə was, daha doğrusu is olardı. 2 yanlışdır. İçin xəbəri təkdədir. Yəni burada has olardı. Ona görə 3, daha doğrusu 4 də yanlışdır. 1 və 3 isə doğru cavabdır. Yəni 6-da C variantı. Keçək 7-ci suala. 7-ci sualda deməli, cansız isim var və sağ tərəfdə mübtəda var. Cansız olduğu üçün burada book olmaz. Ona görə 1-i atırıq. Whose da 2 isim arasında olurdu. 3-ü də götürürük. Cavab which və z, yəni 2 və 4 oldu. 7-də A variantı. 8-ci sualda so do I, necə do I elə bir qaydadır ki, təsdiqə, yəni təsdiqdirsə so do I olur, inkardırsa neither do və ya did olur. Yəni burada inkar verirsə sağ tərəfdə, sol tərəfdə də inkar olmalıdır. A-nı, D-ni buna görə ataq. Elə bir şey lazımdır ki, sual inkarı diddən olsun. Could not olmaz. Çünki gərək sağda could olardı didin yerinə. Should da eyni qayda. Did olmalıdır. Çünki sağda did var. Üzərinə işarə qoydum. Cavab 8-də B variantı. 9-cu sual passive voice-dir. Rahat bir qaydadır bu. Deməli, have discovered indiki bitmiş zamandır. Bizə passive necədir? Have been feil lazım. Yəni discovered lazım. Have been-i axtaraq. A-da have been yoxdur. B-də yoxdur. Has been də ola bilər bu da. New planetə baxacaq. Y-də yoxdur. İkisi arasında qalırıq. Cümləmiz Z scientist-dən başladığı üçün həmin cümləmiz də yanlışdır. Cavab 9-da C oldu. 10-cu sualda first conditional qaydasıdır. If-in yanında will istifadə etmirik. It-dirsə it rain olmaz. Və sağ tərəfdə demişdik ki, if indiki zamandan gələcəyin uzlaşmasıdır. Yəni sağ tərəfdə will olmalıdır. Cavab 10-cu sualda D variantı oldu. 11-də sözünü plus nə idi? Gerund idi. Yəni A variantı. 12-ci sualda isə restoran qabağında məkan bildirir ət olar. İnləri götürək, onu da götürək. İfadə ət nundur. Bunu da götürək. Nə qalır? Cavab D variantı qalır. 13-cü sualda tag question'dır. They are watching. Are var. Bizə də are lazımdır. Digərlərini ataq. Hansı ki are yoxdur. İnkara təsdiq, təsdiqə inkar idi burada. They are watching, aren't they? Ona görə Y variantı olur. 14-cü sualda isə students are encouraged. Deməli, şagirdlər cəsarətləndirilir. Aktiv şəkildə iştirak etməyə deyərik. Participate mənası iştirak etmək deməkdir. Digərləri də məna baxımından olmur. Separate ayırmaq, ayrılmaq. Buna baxaq. Whisper pısıldamaq. Educate təhsil vermək. Celebrate qeyd etmək. Deməli, 15-ci sualda isə generous-un antonimi selfish-dir, xudbin deməkdir. Yəni özündən razı. 16-cı sualda isə doğru variant olur Y variantı. 1A olur arrange to plan, yəni bir şey planlamaqdır. 2C kompleni iddia etməkdir. Nəyəsə səhv olduğunu deyirsən. Improve da inkişaf etdirmək. Make better deyirsən. Yəni 2-yə 3-ə B. Nə qalır? 16-da Y variantı olur. 17-ci sualda complete tamamlamaq, finish bitirmək, achieve nail olub yekunlaşdırmaq mənasını verir deyə 3-5 doğru cavabdır. 18-də short text-dir A variantı. Vaxt baxımından bunların izahını verə bilmirəm. Çox təəssüf ki, 19-da Y variantı olur. 20-də isə doğru variant olur C variantı. Keçdik, getdik reading suallarına.
Deməli, aha. 21-ci sualda doğru variant B variantı olacaqdır. 22-də Y variantı to give bölmüşünə qarşılıq definition olaraq allow-dur. Paragraf 1-də olacaqdır bu. 23-də doğru cavab D variantı olacaqdır. 24-də isə doğru cavab olacaqdır A variantı. Bu arada abituriyentlər üçün irəlidə faydalı və hədiyyəli videolar gələcəkdir. Onları da qaçırmayın. Yəni, unutmayın, belə deyək. 25-də isə nə idi burada cavab? 1 və 2 idi. Qadın rolu və Tiflis məsələsi vardı. 1 və 2. 4 yanlış, 3 yanlış. Writing-i necə yazmışsınızsa şərh bölməsinə də qeyd edə bilərsiniz. İmkan daxilində sizə baxaram yanlışlarınıza. Belə, əziz abituriyentlər, ümid edirəm ki, faydalı oldu. Hər birinizə bol-bol uğurlar olsun. Bu arada listening suallarının doğru cavablarını şərh bölməsinə qeyd edəcəm. İstəsəniz şərhə bir dənə listening yazın. Mən hazır olanda sizə bildiriş göndərəcəm. Sağ olun, salamat qalın.